Herkese salam. Bu videoda mən sizə dünyanın iqlim qurşaqları və iqlim tipləri mövzusunun izahını verəcəm. Gəlin başlayaq. İlk növbədə qeyd eləyək ki, iqlim nədir? İqlim müəyyən bir ərazidə meteoroloji elementlərin çoxillik təkrarlanma rejimidir. İqlim göstəriciləri hər il eyni vaxtda ritmik olaraq dəyişir və davamlı xarakter daşıyır. Ancaq uzun tarixi dövrlər ərzində dəyişə bilər. Məsələn, bizdə qışda qar yağır, payızda yağış yağır, yazda çiçəklər açır, yayda temperatur çox yüksək olur. Deməli, bu nədir? İqlimdir və bu hər il təkrarlanır. Ancaq dünyanın fərqli ərazilərində bu əlbəttə ki, iqlim fərqli cürdür. Bunun da yenə müxtəlif səbəbləri var. Bu iqlim əmələ gətirən amillərdən asılıdır. İqlim əmələ gətirən amillər əsas və ikinci dərəcəli amillər olmaqla iki yerə bölünür. Əsas amillər coğrafi enlik, günəşin düşmə bucağı bir-biri ilə əlaqəlidir. Biz bilirik ki, ekvatordan qütblərə doğru getdikcə günəş şüalarının düşmə bucağı nə edir? Azalır. Və bu səbəbdən qütblərə yaxın ərazilərdə temperatur daha soyuq, daha sərt, amma ekvatora yaxın ərazilərdə iqlim daha isti olur, çünki günəşin düşmə bucağı daha yüksək olur. Səth örtüyünün xarakteri, atmosfer dövranı, hava kütlələrinin hərəkəti də iqlim əmələ gətirən əsas amillərdəndir. Gəldiyi ikinci dərəcəli amillər okeanlardan uzaqlıq. Məsələn, əgər bir məntəqə okeana yaxındırsa, deməli o məntəqəyə okeandan rütubətli hava kütlələri daxil olur və məntəqənin iqliminə rütubət gətirir, yəni yağıntı gətirir. Amma əgər məntəqə okeandan uzaqdırsa, okeandan uzaqlaşdıqca kontinentallıq artır, quraqlıq artır və bu da iqlimə təsir göstərir. Okean cərəyanları. İsti cərəyanlar var və soyuq cərəyanlar var. Əgər bir ərazidən isti cərəyan keçirsə, həmin ərazidə yağıntının artmasına səbəb olur. İsti cərəyan meşə formalaşdırır. İsti cərəyan qalxan hava şəraiti yaradır. İsti cərəyan buxarlanma ilə buxarlama qabiliyyəti arasında fərqi azaldır. Humid iqlim şəraiti formalaşdırır. Ancaq bir ərazidən soyuq cərəyan keçirsə, o səhra formalaşdırır. Havanın enən hərəkətini yaradır. Arid iqlim şəraiti formalaşdırır. Buxarlanma ilə buxarlama qabiliyyəti arasında fərqi artırır. Buludluğu azaldır. Relyef, mütləq hündürlük. Bunlar da bir-biri ilə əlaqəlidir. Məntəqənin relyefi nə qədər mürəkkəbdirsə, relyef daha doğrusu nə qədər hündürdürsə, deməli, həmin ərazidə iqlim sərtdir. Ancaq düzən relyefə malik ərazilərdə iqlim daha isti keçir. Dağ yamaclarının yerləşmə istiqaməti, bu da yenə iqlim əmələ gətirən amillərdəndir. Əgər yamac günəşə tərəf meyillidirsə, deməli, o yamacda iqlim daha isti keçir. Bu da cədvəl formasındadır iqlimi yaradan amillər. Buna da baxarsınız. Gəlin keçək əsas məsələyə. Hava kütlələrinin xüsusiyyətlərinə uyğun olaraq 13 dənə iqlim qurşağı ayrılır yer kürəsində. Bunlardan 7-si əsas, 6-sı keçiddir. Biz bilməliyik əsas iqlim qurşağının xüsusiyyəti. Məsələn, ekvatorial. Məsələn, tropik. Bunlar əsas iqlim qurşaqlarıdır. Yadda saxlayaq ki, əsas iqlim qurşaqlarının özünə məxsus hava kütləsi olur. Məsələn, ekvatorial hava kütləsi il boyu ekvatorial iqlim qurşağı daha doğrusu. İl boyu ekvatorial hava kütləsi hakim olur. İl boyu temperatur sabit olur. Yağıntı da sabit olur. Məsələn, tropik iqlim qurşağı il boyu tropik hava kütlələri hakim olur. Ancaq subekvatorial, subtropik, əgər qarşısında sub varsa, deməli, bu keçid iqlim qurşağıdır. Keçid iqlim qurşağıdırsa, özünə məxsus hava kütləsi yoxdur. Gəlin, mən sizə ekvatordan qütblərə doğru iqlim qurşaqlarını ardıcıl şəkildə sıralayım. Qırmızı ilə göstərilən ekvatorial iqlim qurşağıdır. Ətrafında bu çəhrayı rəngdə olan subekvatorial iqlim qurşağıdır. Yəni, ekvatorialın keçidi. Narıncı rəngdə olan tropik iqlim qurşağıdır. Sarı olan subtropikdir. Yaşıl olan mülayim, tünd mavi olan subarktik, mavi olan isə arktik iqlim qurşağıdır. Cənub yarımkürəsində isə fərqlilik şimalda şimal buzlu okean, cənubda Antarktida olduğuna görə Antarktidanın iqlimi əlbəttə ki, şimal buzlu okeandan daha sərtdir də, çünki burada buzlaqlar var. Ona görə burada fərqli iqlim qurşaqları formalaşır. Subarktik və subantarktik daha doğrusu və antarktik iqlim qurşaqları. Deməli, bir də sıralayaq. Ekvatordan qütblərə ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subarktik, arktik, cənub yarımkürəsində isə subantarktik, antarktik. Aha. Deməli,
ekvatorial, subtropik. Yəni keçid iqlim qurşağı dediyi ki, öz hava kütləsinə malik deyildi. Bəs nə olur? Necə olur hava kütlələri bu iqlim qurşağında? Yayda və qışda qonşu iqlim qurşaqlarından hava kütləsi qəbul edir. Bu nə deməkdir? Məsələn, subekvatorial iqlim qurşağı. Subekvatorialdan əvvəl nə gəlir? Səhrai subekvatorialdır. Qırmızı ekvatorial iqlim qurşağı. Özündən sonra nə gəlir? Tropik iqlim qurşağı. Deməli, subekvatoriala yayda tropik, qışda, daha doğrusu yayda ekvatorial, qışda tropik iqlim qurşağı təsir göstərir. Ona görə subekvatorial iqlim qurşağında yağıntı yay fəslində düşür. Çünki yayda ekvatorial təsir edir və ekvatorialda rütubətli iqlimdir. Amma qışı necə keçir? Quraq keçir. Niyə quraq keçir? Çünki tropik iqlim qurşağı quraq iqlim qurşağıdır. Və salam. Ardıcılığı biləndən sonra rahatdır. Məsələn, subtropik iqlim qurşağı. Subtropikdən əvvəl nə var? Tropik var. Sonra nə var? Mülayim var. Və salam. Deməli, subtropikə yayda tropik, yay quru, qışda isə mülayim iqlim qurşağı təsir göstərir. Və salam. Başlayaq ekvatorial iqlim qurşağından. Ekvatorial iqlim qurşağının diaqramı çox asandır. Bol yağıntı, burada sütunlar aylar üzrə yağıntıları bildirir. Bu qırmızı xətt isə temperaturu göstərir. Ekvatorial iqlim qurşağında yağıntı il ərzində bol, yüksək miqdarda, temperatur da sabitdir. Il boyu ekvatorial hava kütlələrinin təsiri var və amplitud çox aşağıdır. Amplitud nədir? Ən yüksək temperaturla alçaq temperatur arasında fərqdir. Sutkalıq amplitud da azdır, illik amplitud da azdır. Amma illik amplitud biraz sutkalıqdan daha çoxdur, 10-15 dərəcəyə yaxın çatır. Ancaq bir ərazidə demək olar ki, hər gün yağış yağırsa, deməli orada temperatur az dəyişər də. Ekvatorial iqlim qurşağı da ən çox yağıntı alan iqlim qurşağıdır. 3000 mm-ə qədər illik yağıntı miqdarı olur və görürük ki, burada sütunlar hər ay uzundur və bol yağıntı var il ərzində. Çünki ekvatorial havanın qalxan hərəkəti və alçaq təzyiq sahəsidir. Qalxan hava axınları da bulud formalaşdırır. Bulud formalaşdığına görə burada səpələnən radiasiya üstündür. Deməli, aşınmanın kimyəvi və bioloji, yəni üzv aşınma üstündür, çünki canlı aləm zəngindir. Hiqrofit bitkilər, yəni rütubət sevən bitkilərin inkişafı üçün əlverişlidir. Orta aylıq temperatur 24-28 dərəcə, orta illik yağıntı 2000-dən çox, hətta 3000 mm-ə qədər də yağıntı müşahidə olunur. Ekvatorial iqlim qurşağı 3 dənə materikdə var. Ekvatoru kəsən materiklərdə. Daha doğrusu 3 dənə qitədə. Çünki burada Asiya qitəsidir. Cənubi Amerikada var. Burada Afrikada var, Kongoda və Asiyanın cənub-şərqində, İndoneziyanın Zond adalarında biz ekvatorial iqlim qurşağına rast gələcəyik. Amazon meşələri var burada ekvatorial ərazidə. Deməli, Cənubi Amerika ilə Afrikanın ekvatorial meşələrini Cənub-Şərqi Asiya, burada Indoneziya ekvatorial ərazilərindən fərqləndirən cəhət odur ki, Cənubi Amerika və Afrikanın ekvatorial əraziləri insanlar tərəfindən zəif mənimsənilib. Amma Indoneziyanın Zond adaları insanlar tərəfindən güclü mənimsənilən və əkin əkilən yerlərdir. Deməli, ekvatorial ərazilərdə yerləşən ölkələr Braziliya, burada Kongo, Gabon, Malayziya, İndoneziya, Singapur, Brunei, Papua Yeni Qvineya. Bunlar ekvatorial iqlim qurşağında yerləşən ölkələrdir. Gəldik subekvatorial iqlim qurşağı. Dedi ki, adında sub varsa nədir? Keçiddir. Buna yayda hansı təsir edir? Özündən əvvəl gələn. Yəni subekvatorialdan əvvəl nə dedik birinci? Ekvatorial. Özündən sonra nə var? Tropik var. Deməli, bunun yağıntısı düşür yay fəslində. Diaqramlara da baxsaq, deməli, hər iki yarımkürədə var subekvatorial. Bu şimal subekvatorialın diaqramıdır, bu isə cənub subekvatorialın diaqramıdır. Gəlin baxaq. Həqiqətən də görürük ki, iyun-iyul avqust ayları bol yağıntı alıb, temperatur da ki 25 dərəcəyə qədər, 25-28 dərəcəyə qədər isə bu subekvatorialın diaqramıdır. Ancaq baxırıq cənub yarımkürəsi üçün olan diaqrama, yadda saxlayaq ki, cənub yarımkürəsində temperaturun qrafiki belə U şəkilli olur. Çünki cənub yarımkürəsinin fəsilləri şimaldan əksdir, daha doğrusu aylar. Məsələn, bizdə dekabr ayı qış ayıdırsa, cənub yarımkürəsində dekabr ayı yay ayıdır. Baxırıq ki, burada ilin soyuq dövrü iyun-iyul avqustdur. Deməli, bu cənub yarımkürəsi üçün olan diaqramdır. Və cənub yarımkürəsi üçündürsə, baxırıq burada aylara ki, sütunlar hansı aylarda uzundur? İlin soyuq dövründə, yəni qış fəslində. Qış fəsli də əslində bizim yayımızdır da. Deməli, bu cənub subekvatorialdır. Biz axı dedik, subekvatorialda yağıntı yayda düşür.
Yayda ekvatorial, qışda tropik hava kütləsi təsir göstərir. Ona görə də burada 2 dənə fəsil var. Bir yay var, bir qış var. Yayı isti rütubətli olur, qışı isə isti və quru olur. Ona görə də qışda suvarma tələb eləyir. 24-28 dərəcə arasında dəyişir temperatur və yağıntı da 1400 mm-ə çatır. Şimalda rütubətli dövr iyun-iyul-avqustdur, yəni bizim olduğumuz yarımkürə, çünki bizim yay ayımız iyun-iyul-avqust aylarıdır. Ancaq cənubun yay ayları dekabr, yanvar, fevral aylarıdır. Bunu da unutmayaq, çaşmayaq. Subekvatorialda yerləşən ölkələr. Orinoco ovalığı burada, Gviana yaylası, Braziliya yaylası, Galapagos adaları, Afrikada baxın Somali yarımadası, Hindistan yarımadası bütövlükdə, Asiyanın cənub-şərq hissəsi, burada Tayland, Vyetnam, Laos, Kamboca, Avstraliyanın şimal hissələri, Arnhem-Land və Cape York yarımadaları, Niger, Kongo, Şərqi Afrika yaylaları, burada Şri Lankanın şimal hissəsi, cənub hissəsi ekvatorialdır. Daha sonra Madagaskar adasının şimal hissəsi, cənub hissəsi tropikdir. Yeni Qvineya adaları, Çinin cənubu, Tayvan, Haynan adaları, Avstraliyada Arnhem bunu dedik. Yəni bu ərazilərdə subekvatorial iqlim qurşağına rast gəlinir. Subekvatorialda yerləşən ölkələr Cənubi Amerika ölkələrindən Venezuela, Surinam, Guyana, Panama, Braziliya, Efiopiya, Somali, Afrika ölkələri, Tanzaniya, Nigeriya, Senegal, Hindistan özü bütövlükdə, Cənub-Şərqi Asiya ölkələri, Filippin, Vyetnam, Laos, Kamboca və Avstraliyanın şimal hissəsi. Avstraliyanın ucqar şimal nöqtəsi də Cape York yarımadası da subekvatorial iqlim qurşağında yerləşən deməli ərazidir. Subekvatorial iqlim qurşağı əkinçiliyin inkişaf etdirildiyi bir iqlim qurşağıdır. Burada xüsusilə çəltik əkinləri geniş yayılmışdır və cənubi, cənub-şərqi, Şərqi Asiyada əkilir. Çəltik, cut, çay, təbii kauçuk, hevey ağacı, şəkər qamışı, pambıq və sair qiymətli bitkilər becərilən ərazilərdir. Deməli, burada əgər yağıntı yay fəslində düşürsə, deməli, əkin sahələri nə vaxt sulanır? Qış aylarında. Suvarma həyata keçirilir. Əgər şimal yarımkürəsidirsə, şimalın qış ayları dekabr, yanvar, fevral, cənub yarımkürəsidirsə, cənubun qış ayları iyun-iyul, avqust aylarında. Gəldik subekvatorialdan sonra tropik iqlim qurşağına. Tropik iqlim qurşağı yağıntıların çox az, baxın, temperaturun da yüksək olduğu iqlim qurşağıdır. İki yerə bölünür, rütubətli tropik və kontinental tropik. Əsas iqlim qurşağı olduğuna görə il boyu tropik hava kütlələri hakimdir. Kontinental tipdə amplitud 40 dərəcəyə çatır. Burada sutkalıq amplitud yüksəkdir. Çünki səhralardır və səhrada da bilirik ki, fiziki aşınmadır. Aşınmanın fiziki növü. Niyə? Çünki burada temperatur fərqi var. Sutka ərzində deməli günorta gündüz temperatur çox qalxır, ancaq gecəyə doğru temperatur çox aşağı düşdüyünə görə burada sutkalıq temperatur amplitudu yaranır. Bu da aşınmaya gətirib çıxardır. Yağıntıların miqdarı çox cüzidir, çox azdır, 50-100 mm-ə qədər. Çünki burada havanın enən hərəkətidir və yüksək təzyiq sahəsidir. Səbəb budur. Enən hərəkət də bulud yaratmır. Quraq iqlim formalaşır. Burada kserofit bitkilər, yəni quraqlığa davamlı bitkilər geniş yayılıb. Rütubətli əmsalı birdən kiçikdir, yəni yağan yağıntı mümkün buxarlanmadan çox azdır. 0.1, 0.2 rütubətli əmsalı var. Şor sulu göllər mövcuddur, çünki səthdən buxarlanma çoxdur. 2 dənə fəsil var, yenə yay və qış fəsilləri. Tropik iqlim qurşağı burada tam zolaq əmələ gətirmir. Görürsünüz ki, burada Hindistanın şimal hissəsində Tar səhrası regionunda qırılır və buradan, baxın, narıncı rəng davam edir. Burada, baxın, burada. Yəni, digər iqlim qurşaqları tam zolaqdır. Ekvatorial da tam zolaq deyil, amma tropik iqlim qurşağı gəlib burada qırılır. Bunun da səbəbi var ki, buradan musson hava kütlələrinin təsiridir. Pakistan və Hindistanda Tar səhrasında qırılır. Burada testlərdə var, unutmayaq. Tropik iqlim qurşağında yerləşən ölkələr. Burada Meksika tropikdədir. Braziliya deməli həm ekvatoriala düşdü, həm subekvatoriala, həm də tropikə düşdü. Sonra Misir, burada Çili, Əlcəzair, Liviya, Sudan, Namibiya, Mozambik, Madagaskarın cənub hissəsi, Ərəbistan bütövlükdə tropikdədir. Qətər, Yəmən, Oman, burada yenə Ərəbistan yarımadasında. Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Avstraliyanın da böyük bir hissəsi tropik iqlim qurşağında yerləşir. Və bir də yadda saxlayaq, Avstraliya dünyanın ən quraq materikidir. Subtropik iqlim qurşağı.
Gəldik. Subtropik iqlim qurşağı biz yaxşı bilməliyik, çünki Azərbaycanın da böyük bir hissəsi subtropik iqlim qurşağında yerləşir. Subtropik nədir? Qarşısında sub var. Keçid iqlim qurşağıdır. Ona görə də öz hava kütləsi varmı? Yoxdur. Yayda tropik, özü ilə əvvəl gələn, qışda isə mülayim hava kütlələri təsir göstərir. Ona görə də fəsil növbələşməsi burada aydın müşahidə olunur. 4 fəslin 4-ü də var. Yəni fəsil növbələşməsi aydın müşahidə olunan 2 dənə iqlim qurşağı var. Biri subtropikdir, biri də mülayimdir. Bu da Azərbaycanın yerləşdiyi iqlim qurşaqlarıdır. 4 dənə tipi var. Əzbər bilməliyik. Aralıq dəniz tipi, xüsusən bunu. Testlərdə çoxdur. Çox düşür. Musson tip, kontinental və il boyu rütubəti bərabər paylanan tip. Başlaq birinci aralıq dəniz tipindən ki, demək olar ki, hər ildə olmasa 2 ildən bir qəbula gəlir aralıq dəniz tip. Deməli, yadda saxlamalıyıq ki, aralıq dəniz tipində yağıntılar qışda düşür. Baxırıq, ilin soyuq dövründə yağıntı. Ancaq cənub yarımkürəsi üçün aralıq dəniz tipidirsə, əlbəttə ki, cənub yarımkürəsinin qış ayları iyun, iyul, avqustda sütunlar daha uzun olacaq. Temperatur yenə dəyişməyəcək. Yayda 25 dərəcəyə qədər. Yəni bu diaqramı harda görürüksə ağlımıza aralıq dəniz tipi gəlsin. Yay isti və quru keçir, qışı isə mülayim və rütubətli keçir. Biz bunu niyə bilməliyik? Çünki Azərbaycan ərazisində çox hissəsi bu iqlimdə yerləşir. Baxın, aralıq dəniz tipi olan ərazilər. Avropanın cənubu. İtaliya, İspaniya, Portuqaliya, Fransanın cənub hissələri, Yunanistan, Kiçik Asiya yarımadası, Türkiyə, Azərbaycan da düşür. Afrikanın şimalı, Afrikanın cənubu, Car, burada İynəburnu, ucqar cənub nöqtəsi subtropikin aralıq dənizindədir. Avstraliyada burada cənub-qərbində Perth şəhəri. Daha sonra Şimali və Cənubi Amerikanın qərb hissələrində aralıq dəniz tipinə biz rast gələcəyik. Aralıq dəniz tipi deməli əkinçiliyin inkişaf etdiyi regiondur. Burada İtaliya məsələn üzümçülüyə görə dünya üzrə qabaqcıldır, şərab istehsalına görə, daha sonra zeytun istehsalına görə. Burada yenə Fransa, İspaniya bu şəkər çuğundurudur. Bu mandalin, portağal, limon, feyxoa, yəni sitrus meyvələrinin becərildiyi bir tipdir. Bizdə də Lənkəran Astara bölgəsində belə rütubətli subtropik bitkilərin becərildiyi ərazidir. Tərəvəz bitkiləri də, müxtəlif tərəvəz bitkiləri də becərilir. Gəldi musson tipi. Musson deyəndə ağlımıza gəlsin yağıntıların yay fəslində düşməyi. Və musson cənub yarımkürəsində yoxdur. Yadda saxlayaq. Baxın, iyun, iyul, avqust yay ayları sütunlar daha uzundur. Yay isti və yağışlı olur. Mülayim, qış quru, qış səciyyəvidir. Yağıntılar qışda az düşür. Musson tipi əsasən materiklərin şərq hissəsində və 2 dənə materikdə rast gələcəyik. Avrasiyada, bir də Şimali Amerikada. Şərq hissəsində yağıntılar da düşəcək. Nə vaxt? Yay fəslində. Musson tipi biz birazdan mülayim iqlim qurşağında da deyəcəyik. Fərqlərini sizə deyəcəm. Arasındakı fərq nədir? Kontinental tip quru subtropik tipdir. Burada isti quru yay və soyuq qış səciyyəvidir. Kontinental tipdə isə temperatur mənfiyə düşür, yağıntılarının miqdarı azdır. Yayda isə yüksək olur temperatur. Gəldi il boyu rütubəti bərabər paylanan tip ancaq cənub yarımkürəsindədir. Deməli, musson ancaq şimaldadır. Bu tip isə ancaq cənub yarımkürəsi üçün xarakterikdir. Diaqramına da baxsaq U şəkilli. Bayaq dedim də, cənub yarımkürəsi üçün temperaturun diaqramı U şəkillidir. Yağıntılara da baxın. Nisbətən azdır və bərabərdir il boyu. Deməli, əsasən materiklərin şərq hissələrində müşahidə olunur. İl boyu yağıntılı, qış mülayim, yayın isti keçməsi ilə səciyyələnir və cənub materiklərində, Cənubi Amerika, Afrika, Avstraliyada müşahidə olunur. Subtropikdə yerləşən ölkələr: ABŞ, Çili, Uruqvay, Argentina, Mərakeş, Əlcəzair, Afrikanın şimal ölkələridir. Aralıq dəniz. Liviya, İspaniya, Portuqaliya, İtaliya bunlar aralıq dəniz tipdə, hamısı Türkiyə, Azərbaycan, Yunanistan, İran, Car, Cənubi Afrika, bu da yenə aralıq dənizdən düşür. Avstraliya İttifaqı, burada Perth şəhərinin dediyi aralıq dənizi. Çin mussona düşür, Yaponiya mussona düşür, Koreya mussona düşür və Əfqanistanın subtropik iqlim qurşağına düşür. Gəldi mülayim iqlim qurşağı. Bizim də ərazimizin kiçik bir hissəsi düşür mülayim iqlim qurşağına.
il boyu mülayim hava kütlələrinin təsiri var, çünki əsas iqlim qurşağıdır və fəsil növbələşməsi ayda müşahidə olunur. Bir dedik subtropikdə, bir də mülayimdə. 4 fəslinin 4-ü də var. Buludluq yüksəkdir, çünki havanın qalxan hərəkətidir. Aşağı təzyiqdir. Deməli, 4 dənə tipi var. Mülayim dəniz tip, mülayim kontinental, kəskin kontinental və mülayim musson. Baxın, 2 dənəsi subtropiklə eynidir. Bir kontinental, bir də mülayimə mussonu. Mülayimə mussonunu subtropikə mussonundan fərqləndirir nə? Temperatur. Gəlin baxaq. Mülayimə mussonunda yenə musson deyəndə ağlımıza yay fəsli gəlir, yağıntı və şimal yarımkürəsi gəlir. Ancaq mülayimə mussonunda baxırıq temperatur qrafikinə. Burada temperatur mənfiyə düşüb. Qəbula düşmüşdü. Hər ikisinin diaqramı veriblər, yağıntı yayda sadəcə birində mənfiyə düşüb. Deyir ki, bunlar üçün uyğun olan əlamətləri seçin. Biz bilməliyik ki, fərqli iqlim qurşaqlarının eyni tipləridir. Hər ikisi mussondur, yağıntısı yayda düşüb. Deməli, digər tip mülayim dəniz və mülayim kontinental, kəskin kontinental tiplərdir. Mülayim dəniz tipi biz diaqrama baxan kimi bilməliyik. Çünki mülayim dəniz tipində temperatur mənfiyə düşmür. Yağıntılar da demək olar ki, bərabər paylanır. Bu, məsələn, Londonun qrafikidir. London, Böyük Britaniya, Avropanın qərb hissələri, Fransanın şimal hissəsi mülayim dəniz iqlim tipində yerləşir. Qışda temperatur 4-5 dərəcəyə qədər, yayda temperatur 17-18 dərəcəyə qədər, il boyu bərabər paylanır və yağıntılar da 600-800 mm-ə qədər, 900 mm-ə qədər yağıntı müşahidə olunur. Gəldik kontinental tip. Kontinental demək quru deməkdir. Deməli, burada yağış da az olacaq, temperatur da mənfiyə düşəcək qışda və yağıntıların miqdarı 500-600 mm-ə qədər olacaq. Kəskin kontinentalsa temperatur daha çox dəyişir. Deməli, illik amplitudu yüksəkdir. Qışda temperatur çox aşağı düşür. Yağıntıların da miqdarı lap azdır. Kəskin kontinental orta yanvar temperaturu -35, orta iyul temperaturu 20 dərəcə, yağıntılar isə 200-300 mm. Yəni çox cüzi miqdarda yağıntı düşür. Musson dedik, yağıntı yayda mənfi temperatura düşür. Qışı yumşaq, yayı sərin yağıntılı 900-1400 mm yağıntı müşahidə olunur. Mülayim iqlim qurşağında yerləşən ölkələr: Rusiya böyük bir hissəsi, ABŞ, Kanada, Çili düşür, Avropa ölkələri düşür. Əksəriyyəti burada Böyük Britaniya, İrlandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Belçika və s. Avropa ölkələrinin də əksəriyyəti mülayim iqlim qurşağı. Avstraliyada Tasmaniya adasında mülayim iqlim qurşağı var. Avstraliya materikində yoxdur, ancaq qitə olaraq Tasmaniya adasında var. Yeni Zelandiya bir hissəsi subtropikdədir, bir hissəsi mülayimdədir. Cənub hissəsi mülayimə düşür. Deməli, 2 dənə iqlim qurşağında yerləşən adalar: Madagaskar, subekvatorial tropik, Şri Lanka, ekvatorial, subekvatorial, Yeni Zelandiya, subtropik, mülayim iqlim qurşağında yerləşən adalardır. Subarktik iqlim qurşağı. Subarktik iqlim qurşağı yayda mülayim, qışda isə arktik iqlim qurşağının təsirinə məruz qalır. Çünki subarktikdən aşağıda mülayim var. Ona görə də yayı nisbətən mülayim olur, rütubətli olur. Amma qışı sərt, soyuq, quru keçir. 2 dənə fəsil var burada. Yenə yaydır, qışdır. Əkinçilik yoxdur, çünki torpaqlar bataqlıqdır, əkinçiliyə yararsızdır. Heç bir əkinçilik imkanları yoxdur. İfrat rütubətdir. Əhalinin əsas məşğuliyyəti nədir burada? Maralçılıq və xəzdəri heyvandarlığı, xüsusən şimal tülküsü saxlayırlar. Onun xəzdərisindən geyim hazırlayırlar. Baxırıq subarktikin diaqramına. -20-dən də aşağıdır, yağıntı isə çox azdır. 10 dərəcəyə qədər də yayda temperatur müşahidə olunur. Bu şimal yarımkürəsinin subarktikin diaqramıdır. Gəldik arktik iqlim qurşağı. Arktik iqlim qurşağında da çox cüzi miqdarda yayda temperaturu yüksək olub, qalxıb, amma baxırıq ki, ilin demək olar böyük bir hissəsində temperatur mənfidir, 30-a qədər, 40-a qədər düşür. İl boyu arktik hava kütlələri hakim olur, fəsil növbələşməsi yoxdur burada yenə və illik və sutkalıq amplitud çox aşağıdır. Şimal buzlu okean üçün xarakterikdir. Şimal buzlu okeanı üzərində olan iqlim qurşağıdır. Cənub yarımkürəsində isə dedik Antarktida olduğuna görə şimalla fərqlidir. Çünki Antarktida quru olduğuna görə, materik olduğuna görə və burada buz qatı qalın olduğuna görə buranın iqlimi daha sərtdir okean səthinə nisbətən.
Və burada yayda mülayim, qışda yenə yayda özündən əvvəl gələn subantarktikdə. Qışda isə antarktik hava kütlələri hakim olur. Yenə bunun yayı nisbətən mülayim keçir, çünki mülayim iqlim quşağı təsir eləyir və Antarktidənin sahillərində oazislər formalaşır. İl boyu antarktik hava kütlələri hakim olan antarktik iqlim qurşağında isə fəsil növbələşməsi müşahidə olunmur. Amplitudda çox aşağıdır, eynilə arktik iqlim qurşağındakı kimi, amma temperatur çox aşağıdır. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.